Salam, dostlar. Bilirsinizmi bugünün gəncləri elm və texnologiya ilə dünyanı dəyişdirirlər. Gəlin görək necə. Son 20 ildə yeni bir nəsil yetişdi. İnanclarını nağıllara deyil, elmi həqiqətlərə söykəyirlər. İnsanlıq bir vaxtlar naməlum qüvvələrin kölgəsində yaşayırdısa, bugünün gəncləri öz gələcəklərini süni intellekt, texnologiya və təhsilin gücü ilə qururlar. Təhsil zehnimizi azad edir və bizi məntiqi nəticələrə yönəldir. Müasir tələbələr sadəcə məlumatı əzbərləmirlər. Onlar analitik bacarıqlarını inkişaf etdirir, nöqtələri birləşdirir və kainatı filosoflar kimi sorğu-sual edirlər. Süni intellekt və geniş məlumatlar düşüncə proseslərimizi sürətləndirir, amma bu gəmini idarə edən fəlsəfə və təhsildir. Millətlər bilik və innovasiya sayəsində rifahlarını artırır, həyatları yaxşılaşdırır və yeni imkanlar yaradırlar. Gen mühəndisliyindən kosmosun tədqiqinə qədər insan zəkasının nailiyyətləri hüdudsuzdur. Fəlsəfə və təhsilin formalaşdırdığı bu yeni nəsil, insanlığı zəka, bilik və texnologiya ilə idarə olunan bir gələcəyə doğru yönəldir. Süni intellekt və elmə əsaslanan bu dünyada yalnız biliklə idarə olunan cəmiyyətlər inkişaf edəcək. Bu nəsil insanlıq tarixində yeni bir səhifə açmağa, bizi daha ədalətli və inkişaf etmiş bir dünyaya aparmağa hazırdır.